Biri vardı, biri yoktu. Uzak bir ölkədə, hər fəslin özünə məxsus rəngi ilə parıldadığı seyirli bir vadidə. Helin adında gənc bir rəssam və Ayla adında xəyalpərəst bir qız yaşayırdı. Elin rəsmlərində hər şeyi təsvir edə bilsə də hisslərin ənalisini, sevgini kətan üzərinə köçürə bilmirdi. O, hər gün vadinin ən gözəl güşələrini gəzir, o çatışmayan rəngi, o gizli işığı axtarırdı. Payızın qızılı yarpaqları yerə tökülən bir axşamüstü, elin vadidəki qədim çınar ağacının altında əlində köhnə bir kitab oxuyan Aylanı gördü. Aylanın gözlərində elə bir dərinlik və hüzur vardı ki, sanki zaman o an dayandı. Elin sakitcə onun rəsmini çəkməyə başladı. Ayla başını qaldırıb, elinin ona heyranlıqla baxdığını görəndə utancından yanaqları qızardı və ona gülümsədi. O təbəssüm, birinin qəlbində heç vaxt duymadığı bir istilik yaratdı. O gündən sonra onlar hər axşamüstü eyni ağacın altında görüşməyə başladılar. Birlikdə küləyin pıçıltısını dinləyir, ulduzların rəqsini izləyir və bir-birlərinə xəyallarından danışırdılar. Elin artıq axtardığı o səhərli işığı tapmışdı bu. Aylanın gözlərindəki sevgi parıldısıydı. Bir gün qəfil bir fırtına qopdu və vadini qaranlıq, soyuq bir duman bürüdü. İnsanlar qorxudan evlərinə çəkildilər, amma elin qaranlığa təslim olmadı. O bütün gecəni fırçasını ürəyinin səsinə uyduraraq sevginin rəsmini çəkdi. Rəsmdə Aylanın ona bəxş etdiyi sevgi, ümid və istilik var idi. Səhər açılanda elin tablonu vadinin mərkəzinə gətirdi. Tablodan yayılan sevgi işığı o qədər güclü və saf idi ki, vadidəki bütün soyuq dumanı yox etdi. Günəş yenidən parıldadı. Ayla qaçaraq elinin yanına gəldi və onun əllərindən tutdu. Aylaya baxaraq dedi, mən dünyadakı ən gözəl rəsmi çəkmək istəyirdim. Amma anladım ki, ən gözəl sənət əsəri sənin mənə bəxş etdiyin bu sevgidir. O gündən sonra vadidə hər kəs bildi ki, ən qaranlıq günləri belə aydınladan yeganə güc iki qəlbin bir-birinə bəslədiyi təmənnası sevgidir.